Baxın, belə bir çoxhəlli verilib. Bir olduğuna görə Px plus 2 çoxhəllisinin əmsalları cəmi tapın. Çoxhəllinin əmsalları cəmi tapmaq üçün dəyişənlərin yerinə 1 yazmaq lazımdır. Yəni bizdə nəyi soruşur? Bu çoxhəllinin əmsallarının cəmini. Bu çoxhəllinin əmsallarının cəmini tapmaq üçün x-in yerinə burada 1 yazmalıyıq. Yəni məndən soruşulan ifadə, məndən soruşulan P3'dür. Mən P3 axtarıram. Biz əvvəlcə P çoxhəllisini, Px çoxhəllisini tapmalıyıq ki, P3'ü də hesablayaq. İndi burada cəmə baxanda bilinir ki, Px çoxhəllisi bizdə kvadratik bir üçhədlidir. Çünki burada P'nin arqumentindəki xətlidir, burada da xətlidir. Yəni nəticə kvadratik olubsa, demək P çoxhəllisi kvadratik üçhədliymiş. Yəni ax kvadratı üstə gələk bx üstə gəl c şəklindəymiş. Hələ burada a-nın 2 olduğunu da görə bilərik. Fikir verin, bu ax kvadratı, bu da ax kvadratı. 2ax kvadratı 4x kvadratı olubsa, demək a burada 2 imiş. Yəni bunu mən belə yaza bilərəm ki, yəni bizim Px çoxhədlimiz əslində 2x kvadratı üstə gələk bx üstə gəl c-dir. Gəlin əvvəlcə Px minus 2-ni tapaq, Px plus 1-i tapaq, cəmləyək, bu ifadəyə bərabər götürüb uyğun əmsalları bərabərləşdirək. Demək burada Px minus 2 olacaq, a vuraq, x minus 2-nin kvadratı, b vuraq x minus 2, üstə gəl c. Bunu sadələşdirsəm, ax kvadratı, sonra çıx 4ax, burada bx var, olacaq belə x vuraq, b minus 4a, demək burada 4x var, a'ya da 4ax, burada bx var. Standart formaya gətirirəm. Və üstə gələk 4a çıx 2b üstə gəl c. Yəni 4a çıx 2b üstə gəl c. Bəs digəri Px plus 1 nəyə bərabərdir? A vuraq x plus 1-in kvadratı, b vuraq x plus 1 üstə gəl c. Bir dəqiqə, bura bir x yazmalıyam. Deməli burada plus c bərabərdir. Demək burada da olacaq ax kvadratı plus 2ax burada var, bx də burada var. Demək olacaq burada 2a üstə gəl b vur x və indi keçirəm sərbəst hədlərə. A üstə gəl b üstə gəl c. Bu da bizim Px plus 1 çoxhədlimiz. Baxaq görə bir hesab səhvimiz olmadı. Ax kvadratı plus 2ax, burada bx var, cəmləri olacaq. 2a üstə gəl bx, a plus b plus c. İndi müəllimlər, bunları cəmləsək, yəni bunları cəmləyib buna bərabər götürəcəm. Olacaq burada, biz a-nın qiyməti onsuz da bilirik də, yəni 2-dir. Burada yazmışam. Əslində bura bir 2 də yaza bilərdim. Mən ümumi halına baxdım. Yəni bu 2 də birbaşa burada 2 də yaza bilərdik. Heç olmaz. 2ax kvadratı plus bunların demək burada olacaq x vuraq. Bunların cəmləri bizə verəcək nə? 2b minus 2a üstə gələk. Cəm də olacaq 5a minus b üstə gəl 2c. Bərabər 4x kvadratı çıx 6x üstə gəl 13-ə. Artıq burada müəllimlər 2a 4-ə bərabər, bunu onsuz da əvvəldə tapmışdıq. A bu üzdə 2-dir. Yerinə yazsam 2b minus 4 mənfi 6-ya bərabər olduğu üçün b mənfi 1-dir. 5a yəni 10 üstə gəl 1 plus bu 2c'dir də. 2c bərabər 13-ə. Demək bu da c də burada 1-dir. Yəni bizim Px çoxhədlimiz 2x kvadratı minus x minus 1 şəkli, plus 1 şəklindəymiş. Bizdən P3'ü soruşduğuna görə yerinə 3 yazıram. P3 bərabərdir. Demək 9, 3'ə vur 2'ə 18, çıx 15, 16. Yəni nəticə burada 16 olmalıdır.